Salam, hörmətli kanal izləyicilərimiz, bir nəsibə Masalır qəsəbəsində. Masalır qəsəbəsinin girişində belə bir gözəl, bir mükəmməl bir şəxsi tikili evimizlə mən tanış edirəm. Evimiz 2 mərtəbədir, 4 dövrüm kolondan 2 mərtəbə arası manat betondan hörmətli kanal izləyicilərimiz. Evimizin poluna kimi parketdir. Ümumiyyətlə 10 sot torpaq sahəsinin üzərində inşa olunub, onu xatırladım sizə. Geniş həyət yanı sahəsi var, qapısının ağzı genişdir, bax qapısının ağzı bir navəsi var. Giriş hissəsi də çox geniş həddən artıq. Evimizin sağ tərəfində də, sol tərəfində məsafə saxlanılıb. Həyat üçün lazım olan sanitar qoşa burada, moykası burada. Sağ tərəfdədir. Dekorativ ağaclardan tutmuş, meyvə ağaclarına kimi mövcuddur, hörmətli kanal izləyicilərimiz. Evimizin sağ tərəfindən, sol tərəfindən keçmək olur. Evimiz ümumilikdə 13 metr yarımın 11 metr yarıma tikili evidir, hörmətli kanal izləyicilərimiz. Bir də xatam, evimiz Masazırın girişində, Masaz dairəsində yerləşir. Təzə pul lazım olduğunu görə satılır. Evimiz görünür ağla daşla döşənmədir. Çox mükəmməldir. Buraya isə evimizin bağı bağçasıdır. Bax, belə bir mükəmməl bir bağı bağçası var. Yolu asfaltlı, qapısının ağzından birbaşa marşrut xətti işləyir. Bağı bağçasını gördüyünüz bax, mükəmməldir. Həddən artıq. Burada bütün meyvə ağaclarına kimi mövcuddur. Və yolun hündür tərəfinin nəmişkənliyi burada 0 hörmətli kanal izləyicilərimiz. Bax, buradan da mən sizə görsədim. Mən sizə bax, belə bir gözəl bir həyat yanı sahəsi ilə mən sizə tanış edim. Sizə görə burada bir 2-3 dənə də ev satmaq olar. Bugünkü də evimiz demək olar ki, torpaq qiymətinin aşağı satılır. Niyə görə? Burada torpağın sotu demək olar ki, Masaz dairəsində 40-50 min civarındadır. Amma bugünkü də bu evimiz belə bir gözəl bir 300 kvadratlı 10 sot torpaq sahəsi üzərində inşa olunmuş evimiz 300 min manata torpaq qiymətindən də aşağı satılır, hörmətli kanal izləyicilərimiz. İnşallah evi olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmaq, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Bir də xatırladım, torpaq qiymətindən də aşağı və belə bir gözəl bir mükəmməl bir 2 mərtəbə evimizlə mən tanış edirəm. Həyət yanı sahəsi gördüm genişdir, yolun hündür tərəfindədir. İndi isə evimiz içində mən tanış edəcəm. Bir də xatırladım, bax 4 dövrəmə kolonla tikilib, mərtəbə arası manat betondur, şəxsi tikili ağlan üzlənilib, hörmətli kanal izləyicilərimiz. Giriş hissəsidir. Bax belə bir gözəl bir koridor sistemi burada evin qabağında eyvan kimi salınıb. Pəncərə sözsüz göstərməyə baxır. Evimizin əsas girişi buradadır. Bax, poluna kimi parketdir. Belə bir gözəl bir xol sistemi var burada, hörmətli kanal izləyicilərimiz. Mətbəximiz, sanitar qovşağımız, bir otaq, ikinci otaq burada sol tərəfdə yerləşir. Parket də gördüyünüz kimi parketli, naxışlı parketlərlə işlənilib evimiz. Qapılarına kimi qoz ağacı ilə işlənilib, hörmətli kanal izləyicilərimiz. Burada belə bir gözəl bir yataq otağıdır. Evimiz xatırladım ki, qismən əşya satılır. Pəncərəli birbaşa öz həyətinə baxır. Buraya isə ikinci otağıdır. Və burada isə həm koridor kimi, həm oturduğu kimidir. Bax, görə bilərsiniz, hörmətli kanal izləyicilərimiz. Burada kresto divan qoyub çox genişdir. Tüm bir qonaq otağı burada belə bir gözəl bir açılışda girişində mövcuddur. Buraya isə evimizin sanitar qoşağı sanuzeldir. Sağ tərəfdə sanitar qoşağıdır. Sol tərəfdə isə hörmətli kanal izləyicilərimiz jacuzzi vannadır. Onu da göstərdim sizə. Evimizin mətbəxidir. Mətbəx də genişdir. Bir qonaq otağı boyda mətbəxdir, hörmətli kanal izləyicilərimiz. Mətbəxdə də 1-2 dənə pəncərə var ki, hər bir pəncərəsi birbaşa öz həyətinə baxır. Bu darvazaya baxır, bu da sol tərəfdə bağ bağçasına baxır, hörmətli kanal izləyicilərimiz. Və xatırladım ki, mətbəx meyvə yığıldan sabah gördüyünüz kimi stolsu, uqralı stolsuluğu burada rahatsız nahar edə bilərsiniz. Kombi sistemi işləh vəziyyətdədir. 4 dövrəmə qoşadaş, kolonla manatlı evimiz inşa olunub, şəxsi tikilidir. İndi isə mən sizə ikinci mərtəbəsində tanış edim. İndi isə hörmətli kanal izləyicilərimiz ikinci mərtəbəsində mən tanışım. İkinci mərtəbəsində gördüyünüz kimi sol hissəsi çox yetərincə genişdir. Burada kreslo qoyulub, rahat qabağında pismisində qoyulub. Solda 1, 2, 3 dənə də burada otağımız mövcuddur. Ümumiyyətlə 6 otaqdan ibarətdir və balkonu, geniş balkonu var ki, olan da panoramı çox superdir. İkinci mərtəbəndə yeni parketlə döşənilib, hörmətli kanal izləyicilərimiz, manat betondur. Burada 1, 2, 3 dənə də pəncərə burada mövcud. 3 pəncərə hər birində kombi sistemi çəkilib. Düzdür, burada əlavə əşyalar yığılıb burada. Sözsüz götürüləcək. Genişdir. Qonaq otağıdır. Genişdir. Demək olar ki, bir 40-50 kvadrat civarında belə bir gözəl bir qonaq otağıdır. İndi isə mən sizi digər otaqlarla tanış edim. Koridorun da lüstri fiqurlar işlənmədi. Gizli işıqlan damsı. Və buraya isə yenə də əlavə olaraq bir yataq otağı da buradadır. 1-2 dənə də pəncərə burada mövcud, hörmətli kanal izləyicilərimiz. Bir daha xatırladım, evimiz təcil olaraq satılır. Torpaq qiymətindən də qat-qat aşağı satılır, hörmətli kanal izləyicilərimiz. Buradan da pəncərəsinə baxanda birbaşa Masazırda yerləşən körpü binasını görürsünüz. Şadlıq sarayını görürsünüz, Uğur Şadlıq sarayını görürsünüz, hörmətli kanal izləyicilərimiz.
Yer cəhətdən çox super yerdir. Yəni bir də xatırlayın, burada torpağın sotu 40-50 min civarındadır. Amma bugünkü də torpaq qiymətindən də aşağı belə bir gözəl bir 2 mərtəbə evimiz təcil olaraq satılır. Və sonuncu yataq otağı da hörmətli kanal izləyicilərimiz. Bu pəncərəsi də birbaşa öz həyətinə baxır. Və indi isə mən sizi balkonu ilə tanış edim. Sənədlər isə birbaşa taraqayda alqı-satqıdır, ipoteka yararlıdır. Əgər bank isə kredit ayırıbsa, bizi kreditlə də ala bilərsiniz. Nə baxımdan kreditlə, yəni ipoteka kredit ayırıbsa, bax buradan düz bax ağ maşının düz qarşısından marşrut xətti işləyir, mərkəzi yoldur. Hörmətli buradan Sumqayıt yoluna kimi bax görürsünüz, bax ümumi trasda bax buradan görürsən hörmətli kanallarımız. Sağ tərəfdən də baxanda yenə də öz həyətyanı sahəsidir. Sol tərəfdən də baxanda öz həyətyanı sahəsi. Hamısı burada villalardır. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Həqiqətən də yəni çox təzyiq olduğuna görə torpaq qiymətindən də qat-qat aşağı belə bir gözəl bir 2 mərtəbə alt otaqlı evimiz satılır.